Şəhla Günay'ın şikayeti. Bu şiirimi 2009-cu ildə yazmışam. Soyuq qış gəldi aman, halımız olur yaman. Qaz peçləri yanmayır, qazçı bizi danlayır. Pul versəniz olar qaz, keyfiniz də olar saz. Nə qalıb artıq yaza, ehtiyacı olmaz qaza. İşsizdir kənddəkilər, nə edik mi deyirlər. Odunu da tapmırıq, soyuqdan heç yatmırıq. Şikayət edir dostum, ağrıyır əlim qolum. Şəhərdə yox qohumum, sənə qurban mən olum. Bir ev ola qızınaq, keçmişi yada salaq. Xəyallara biz dalaq, hər an biz xoşbəxt olaq. Qaz balon düşüb işə, baş qarışıb biş düşə. Uşaqlar hey ağlayır, işıqlar da yanmayır. Hanı o əvvəlki gün, qazsız olmazdı bir gün. Yer peçi qızarardı, uşaqlar da yatardı. Yığışaraq bir yerə, bişərdi qutab düşbərə. İsti-isti yeyərdik, şən söhbətlər edərdik. Bayırda yağardı qar, köklənərdik aman tar. Qoşma qəzəl deyərdik, can deyib eşidərdik. Soyuqdan ağlayırıq, kişini danlayırıq. Nə olursa bax olsun, çöl-çöp odun çox olsun. Çöl-çöp odun olmasa, odun peçi dolmasa, uşaqlar ac qalacaq, boş qazana baxacaq. Soyuqdan donub əlim, tez-tez düşür qələmim. Kəş gələydi bir o gün, qayğısız olaydı gün. Kəş gələydi bir o gün, qayğısız olaydı gün.